Zəngilan mətbəxinə məxsus olub Qubadlı xanlıq plovu kimi tanınan həmin o məşhur plovu 1 dəqiqəyə öyrənəcəksən. Şiddətlə hazırlanmasını tövsiyə edirəm. Yağlı quzu ətini və yaxud da yağlı dana ətini biraz iri tikələrə böl. Həmin bu tikələri bir qazançaya qoy, üzərinə buz kimi su və duzunu da tök, qoy qaynasın. O tərəfin soğanı da qəşəng olur. Başda qupquru soğanları doğramağa. Ərdilmiş çərə yağında soğanları qızart və düyünü də başda bişirməyə. Qızılı rəng almış soğanlarla bir yerdə qaynadılmış əti də bişir. Abşeron zəfəranı da qaynar suda dəmlə. İndi əsas prosesə başlayaq. Qazan yapışdırmırsa qazmağa ehtiyac yoxdur. Düyünü üzərinə ətlərdə düzürük. Dostlar, noxudları mütləq qabığından təmizləyəndən sonra qara meşə zirincində vurursan, üzərinə kişmişi də vurub, yerdə bizi gözləyən düyünü də üzərinə əlavə edəndən sonra zəfəran da qəşəng hər tərəfinə çatacaq qədər səpsən. Ətin bulyondan da biraz üzərinə gəzdir ki, onun parı ilə bişsin. Bəh-bəh, plovumuz da hazır oldu. Bütün ev əhli bayaqdan bu plovun bişməyini gözləyirdi. Hazırlayan kəsə nuş olsun dostlar. Allah əmanət.